Salam əziz, dəyərli YouTube izləyicilərim. Bu günlər yenə sizləri Binə qəsəbəsindən hamınızı xoş gördük. Sizlər üçün çox gözəl, möhtəşəm bir həyət evinin çəkilişini aparacağım. Əvvəlcədən evimiz haqqında sizə məlumat vermək istəyirəm. Evimiz 5 otaqdan ibarətdir. Tam video keçəcəyik, ətraflı izləyəcəyik. Dəyərli dostlarım, videonu izləməmişdən əvvəl sizlərdən ön xahişim budur ki, əziyyətimizin qarşılığı olaraq kanalımızı bəyənin, abone olun, zil düyməsinə toxunaraq bildirişləri açın ki, hər gün ən gözəl videolarımızdan və canlı yayınlarımızdan xəbəriniz olsun. Və canlı yayım reklamları aparırıq dəyərli dostlarım. Eləncənə obyekt, şirkət, ev, ofis və s. kimi hər nə olursa olsun, hətta şadlıq evlərinə belə çəkilişə gedirik dəyərli dostlarım. Reklam ödənişlidir. Zəng edərək ətraflı maraqlana bilərsiniz. YouTube səhifəmiz bizim aktivdir və 20.500 abonəyə sizin sahənizdə çıxdıq və eləcə də artımımız da var dəyərli dostlarım. Bu günlər 20.500 abonəni tamamlamışıq və eləcə də artımlarımız da gedir sizin sahənizdə. Çox sağ olun, minnətdaram hamınızın qarşısında dəyərli əziz YouTube Sultan Ofis izləyiciləri. Dəyərli dostlar, indi isə keçirəm evimizi tam ətraflı sizlərə nümayiş elətdirəm. Baxın inşallah. Sona qədər izləməyi və abunə olaraq zil düyməsinə toxunaraq bildirişləri açmağı unutmayın. Bu evi almaq istəyənlər əlaqə nömrəmiz 051 558 0828 mənim nömrəmdir. 055 570 96 40 Aysu xanımın nömrəsidir. Zəng edərək bu evlər haqqında ətraflı məlumat ala bilərsiniz və gəlməmişdən öncədən xahişim sizlərdən budur ki, evləri WhatsApp-la bizə atın ki, tam ətraflı məlumatı bilək və sizlərə tam ətraflı məlumatı da ötürə bilək dəyərli dostlarım. Ev yola yaxın, sağa gedən yolda qiymət 90.000. Dostlar, baxın, bu gözəl ev obyektlə bir yerdə hal-hazırda satılır. Niyə keçmədin qızım? Bu ev hal-hazırda satılır. Evimizin dövlət qazı var, işığı var, su sayğacı var, bütün kommunalləri var. Birinci istəyirəm elə obyektindən başlayam. Çünki bura niyə? Bizim evimizin elə birbaşa çörək ağacıdır. Hər bir şey gördüyünüz kimi hazır obyekt, hazır biznesdir, satışdadır. Baxın hələ, qarğıdalı yağlarımıza qədər hamısı tam mövcud. Tomatımıza qədər var yəni ki. İstədiyiniz kimi buranı istifadə edə bilərsiniz. Yəni 1001 xırdavat kimi hal-hazırda istifadədədir. Ayşe xanım, eşdə internet yaxşı tutmur amma. Hə, yaxşı tutmur. Canım zəifləyəcək. Siz zəhmət olmasa hə, elə keçin evə. Canım zəifləyəcək. Mən də gəlirəm dalacaq YouTube kanalımda çəkilişimi aparıram. Baxın, evin həyətində hal-hazırda bir dənə cipimiz var. İkinci maşını da yerləşdirmək olar. Arxasında da polni yer saxlayıbdır. Arxasında da yəni bunun obyekt eləmək olar. Baxın, evin ön görünüşü qabancik daşla hər bir tərəfi var. 5 otaqdan ibarətdir. 5 otaqdan ibarətdir. Çox geniş. Mən nə deyirəm onu deyir. Deməli, dəyərli dostlarım, Aysu xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim də əlaqə nömrəm 051 558 08 28. Kombimiz var. Bugatti. Yəni elə belə kombi deyil, həqiqətən çox gözəl bir kombidir. Keçirəm evimizin inşallah içini sizlərə göstərəm. YouTube kanalımı mütləq bəyənməkdə unutmursunuz dəyərli dostlarım. Evdə ətraflı deyim də sizə, ev əşyasız satılır. Yəni əşyalar götürülür, amma quxuna mebeldir, kombidir, radiatordur, belə şeylər qalır dəyərli dostlarım. Ev çox geniş evdir. Bir dənə hələ zəhmət olmasa evimizin koridoruna bir nəzər eləyin. Baxın, evimizin hələ koridoru. Geniş, iri bir koridordur, çox səliqəlidir. Otaq 5 otaqdan ibarətdir. Avtomatımıza bir dənə baxın hələ burada. Kulüçatır avtomata baxın. Bütün otaqların hamısı ayrı-ayrılıqda. Kondisionerinə qədər dəyərli dostlarım, hamısı koridordan yığılıb, tam şəkildə istifadəyə yararlıdır. Deməli, keçəcək birinci xanımlarımızı nəzər alaraq mətbəxə, dəyərli dostlarım. Buyurun, birinci mətbəxdən başlayaq. Baxın, evimizin mətbəxi. Qonaq yola sala biləcəyiniz dərəcədə geniş, iri bir mətbəximiz var. Gördüyünüz kimi bütün quxuna mebeli zadı hamısı təptəzədir. Suyumuzu açırıq. Su gəlir, bağlayırıq nə gəlir. Söhbət bundan gedir. Bax, indi gəl burada baş işlət. Baxın, evimiz çox gözəl, nazlı, neymətli, bərəkətli bir evdir.
İnşallah Allah evi eşiği olmayanlara ev eşik nəsib eləsin. Dostlar, keçirəm otaqlarımızı bir-bir göstərəm sizə. Baxın. Bura bizim bir oğlan uşağı üçün nəzərə alınmış belə bir gözəl yataq otağı. Şübhəsiz ki, balalarımızın da istirahəti bizim üçün çox maraqlıdır. Keçirik. Bura sanitar qoşağıdır, göstərəcəm. Buranı göstərim. Bax, burada qız uşağı üçün nəzərə alınmış yataq otağıdır. Baxın, uşaqlarımız bizim üçün önəmlidir. Ona görə hamısının addelnidir otaqları. Sonra sanitar qovşağını axırda göstərmək istəyirəm. Bax, bura geniş bir böyük yataq otağıdır. Geniş, iri bir yataq otağı. Çox səliqəlidir, dəyərli dostlar. Və evimizin zalına keçəyin. Bura evimizin zalıdır, dəyərli dostlar. Gördüyünüz kimi böyük bir zaldır. Yəni çox səliqəlidir. Görürsünüz, evimizin illüstru, çılçırağı hamısı keyfiyyətli və bahalıdır. Mebelləri görürsünüz, tam səliqəli yığılma, ən böyük mebellər. Yəni hal-hazırda bu evə udoblu şəkildə yerləşir, onu göstərirəm sizlərə. Və evimizin digər dördüncü bir yataq otağı da dəyərli dostlarım burada. Yəni evimiz 5 otaqdır. 5 otaq səliqəli evdir. Hətta qılıncımıza qədər var dostlar. Yo. Bunlar YouTube şey eləyə bilər, çünki elə şeylərə yol verməməliyik. Dostlar, gördüyünüz kimi evimiz çox səliqəli bir evdə, rahat bir evdə. Real alıcılara yerində qiymətdə indirim olacaq. Və son olaraq sanitar qovşağı, tualet tamam, yəni üzürsüz faydama görə onu sizlərə göstərirəm. Buyurun, baxın. Telefonumuz, internetimiz, hamısı var. Gəlin sanitar qovşağına. Aha, maydadır, unitaz, tülpan, geniş. Yəni üçün demək olar ki, normal yataq otağı qədər genişliyində olan sanitar qovşağı var. Ev çox səliqəlidir. Kombi radiatorlarına qədər də hamısı var. Real alıcılar, buyurun, zəng edin. Gəlin, yolunuzu gözləyirik. Və kanalımıza abunə olmayanlar, abunə olun ki, evimiz haqqında tam məlumatlar canlı yayımda da çəkərək göstəririk. Tam məlumatlar veririk. Abunə olun ki, səhifəmizi bəyənin ki, canlı yayımlarımız da sizə aktiv olaraq bildiriş kimi gəlsin və canlı yayımlarımıza daxil olduğunuz zaman evimiz haqqında canlı bildirişləri də görə bilərsiniz dostlar. Allaha əmanət olun. Ev eşiği olmayanlara Allah ev eşiği nəsib eləsin. Ev arzusunda olanlar, ailə qurmaq arzusunda olanlar ailə qursunlar və gəlsinlər belə bir gözəl evimizin sahibi olsunlar. Həqiqətən dəyərli dostlarım, sizin zənginizi gözləyirik.